Mən sizə təbrik edirəm hər birinizi yeni təqvim ilinin gəlişi ilə bağlı. Ümumiyyətlə bu kimi hadisələr bilirsiniz, ad günüdür filandır. Bunlar təbiətlə bağlı olan hadisələrdir. O qədər də belə deyib, bayram eləməyə öz-özlüyündə əsas verən şeylər deyil. Məsələn, neçə yaşın var? 50 yaşın. Bir alim deyir ki, sən həqiqi yaşın deyil. Deyir, sən ömrün hamısını təftiş eləsin. Neçə saatı, neçə ili Allaha yaxınlaşmaqda keçib, düzgün yaşamısan, sən o qədər yaşın var. Ömründən o qədər sən yaş hesablanır. Ona görə 50 yaşında kişi var ki, 1 yaşı var. 1 yaş olsa böyük şeydir. 50 yaşında kişi var ki, 0 yaşı var. Neçə ili faydalı keçirmisənsə, o qədəni yaşamısan. Qalanları günəş fırram, yer kürəsi günəş ətrafına dövrüyor. Onun sənə dəxli yoxdur. İlin də sonunda yaxşı olar ki, adam bir hesabat versin özünə ki, mən bu 1 il ərzində inkişaf elədim, yoxsa gerilədim. İşimdə təkcə yox, özüm böyüdüm. İşim böyüyə bilərəm, özüm kiçilə bilərəm. Belə hesabat aparın. Əgər inkişaf eləmişsinizsə Allaha şükür edin və o əsl bayram bax odur sizin o inkişafınızdır. Ona görə Allaha şükür edin.